Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Məlumat verilir ki, Mercedes Kia və Opel markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov Azərsu şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafının təhlil və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır. Qəzada Elçin ilə birgə Mercedes markalı avtomobildə olan qardaşlar 1986-cı ildə vələdlə Ceyhun və 91-ci ildə anadan olmuş Nicat Qurbanovda həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar. Hadisə nəticəsində Kia markalı avtomobilin sürücüsü Bəndalı Qəmbərov isə ağır xəsarət alıb. O, Agroservis ASC-nin Füzuli rayon şöbəsində çalışır. Qəmbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilir. Faktla bağlı araşdırma davam etdirilir.